Heydər Əliyev Sarayının yanı qış parkındayıq dəyərli izləyicilər və parkın tam qarşısında yerləşən bu yeni binada təcili olaraq 3 otaqlı mənzil satışa çıxıb. Mənzilin bütün otaqlarından qış parkına gözəl görüntüsü var. Heydər Əliyev Sarayının yanı, qış parkı 28 may metrosuna da yaxındır. Evin ümumi sahəsi 150 kvadrat metrdir və biz hal-hazırda 45 kvadrat metrlik 3 pəncərəli qonaq otağındayıq. Layihəsi çox gözəldir. Mənzilin təmiri ortadır, yeri parketdir. Qonaq otağının yan hissəsində də belə bir mətbəxi var ki, mətbəx mebel yığılıb və ön hissəsində də geniş eyvanından bir daha panoramasını görsədim. Həqiqətən çox gözəldir. Parkın tam qarşısında yerləşir. Mənzil çıxarışlıdır və əlavə olaraq 2 ədəd də yataq otaqları var. Yataq otaqlarının sahəsi yaxşıdır. Bura birinci yataq otağı, eyvan hissəyə buradan da çıxışı var və keçirik mənzilin 32 kvadrat metrlik geniş yataq otağına və bu otağın daxilində özünə məxsus hamam hissəsi də var. Ümumilikdə 2 hamam var. Biri yataq otağının daxilində, digəri isə holda yerləşdirilib. İkinci hamam hissəsi. Holu da genişdir. Giriş qapısının yanında da belə bir dolab yığılıb dəyərli izləyicilər. Mənzilin qiyməti qeyd olunub, kupça var. Kim üçün maraqlı varsa gəlib yaxından da tanış ola bilər.